Hərə bir cür sevindi. Borislə Nataşaya inturistdə bir yerdə qalmağa icazə verilmədi. Axı biz elə evli kimiyik, deyə Boris onları qeydə alan qızı dilə tutub razı salmağa çalışdı. İkimiz də acizanə xahiş edirik. Bizi bir-birimizdən ayırmayın. Uzaq yerdən gəlmişik. Mümkün deyil, yoldaş. Bu qəti cavabdan sonra Boris sifətinə incik bir ifadə verdi. Özünüzü Nataşanın yerində zənn edin, deyə o qızın ürəyinə mərhəmət salmaq istədi. Lakin bunun da təsiri olmadı. Yoldaş, danışdığınıza fikir verin. Əvvəla, mən Nataşanın yerində olmağı arzu eləmirəm, deyə qız qaşlarını düyünlədi. Sonra onu da bilin ki, bir nömrəyə ancaq ər-arvad buraxılır. Başa düşdünüzmü? Başa düşürəm, ancaq mənim də sizə bircə sualım var. Olarmı bugün bizi bir nömrədə yerləşdirəsiniz? Sabah sizə qanuni zaks kağızı gətirək. Nataşa bu sözləri eşidəndə Borisin ətəyindən çəkdi. Nə danışırsan, utanmaz, deyə arxadan onu dürtmələdi. Qeydə alan qız Borisin sonuncu təklifini də rədd etdi. Elə məqsədiniz olsaydı, indiyə kimi çoxdan evlənmişdiniz. Boris bozardı. Necə? Qız sözlərini bir də təkrar edəndə Boris qızışdı. Eybi yoxdur. Siz məni Nataşadan ayırın. Mən də bu acığa görərsiniz necə birləşərəm. O sizin şəxsi işinizdir. Nataşa da dilini saxlaya bilmədi. Əgər şəxsi işimizdirsə, bəs niyə bizi öz istədiyimiz kimi yaşamağa qoymursunuz? Xətriniz necə istəyir, elə yaşayın, ancaq bura zaks deyil. Mən sizin kəbininizi kəsməyi də öz öhdəmə götürə bilmərəm. Biz özümüz kəsərik, deyə Boris səsini ucaltdı. Boris əl çəkmir, qız isə fikrindən dönmək istəmirdi. Yolda Nataşa ilə bir otağa düşüb, onunla doyunca söhbət edəcəyini, hər gün yeməyə bir stol arxasında əyləşəcəklərini düşünən Boris, indi bu tərs qıza rast gəldiyindən yaman pərt oldu. Qız onlara ayrı-ayrı otaqlarda yer verdi. Hər ikisi qanı-qara liftlə yuxarı qalxdı. Nataşa tək çarpayılı otağa düşmüşdü. O gecə yatana kimi Boris qızın yanından getmədi. Cibindəki 10.000 manata az qala dünyanın yarısını alacağını vəd elədi. Bax, Nataşacan, xətrin nə istəyir? De, utanma. Mənə heç nə lazım deyil. Bircə ayaqqabı almalıyam. Boris stolun dalına keçdi. Qələmi mürəkkəbə batırıb dedi. Yazıram. 1. Mənə bir cüt tufli. Mən evlənməyə hazır. De görək sənə nə lazımdır? Sağ ol, Borya. Evdə hər şeyim var. Heç nə istəmirəm. Nataşanın utandığını görən Boris özü fikirləşib, gəlinə lazım olan bütün şeylərin siyahısını tutdu və hər birinin də qabağında təxmini qiymətini yazıb hesabladı. Hələ pulun yarısı qalırdı. Nataşa, tuflilərimi də saysaq, sənin üçün 29 şey yazmışam. Birini də de, düz 30 olsun. Çarpayının qırağında əyləşmiş Nataşa balışa dirsəkləndi. Heç nə lazım deyil, Borya, deyə əsnədi. Qulaq as oxuyum, Nataşa, gör nə çatışmış. Boris siyahıya saldığı şeyləri bir-bir sadaladı. 28-ci, onun adını demirəm, 29-cu corab rezini, daha nə lazımdır? Nataşadan cavab gəlmədi. Qızın yatdığını görən Boris onun üstünü örtüb çıxmaq istədi. Sonra yadına nə düşdüsə geri döndü. Bayaqki kağıza çamadan sözünü də əlavə etdi. Yoxsa bu qədər avadanlığı Moskvaya nədə apararıq? Səhər tezdən oyanan Nataşa şəhərə tamaşa etmək üçün geyinib balkonda dayanmışdı. Günəş sanki mavi Xəzər sularının dibindən çıxırdı. Xırda, cilvələnən ləpələrlə oyanan şüalar göz qamaşdırırdı. Hava o qədər təmiz idi ki, şəhərin sonuncu evləri belə görünürdü. Xəzərin sahilə yaxın yerlərində bir neçə yelkənli qayıq sakit-sakit yırğalanırdı.
Bulvarın qarşısında yarımada kimi uzanan körpünün hər iki tərəfində sərnişin və yük daşıyan gəmilər dayanmışdı. Burada hər şey Natasha üçün yeni idi. O, şəhəri seyr etməkdən doymurdu. Balkonun dəmir sürahisinə dirsəklənib Bakının səhər mənzərəsinə tamaşa edirdi. Sağ tərəfdə çılpaq bozdağların döşündən tutmuş Xəzərin sahilinə kimi hər yerdə sıx neft buruqları ucalırdı. Natasha'nın təcrübə üçün təyinat aldığı bu trest neftin bol xəzinəsi idi. Burada ucu bucağı görünməyən qara neftli sahənin sinəsi ilə uzanan hamar bir asfalt yol tresti iki hissəyə bölürdü. İndiyə kimi Bakı və onun neft mədənləri haqqında ancaq kitablarda oxuyan, kinolarda görən və az-çox Adilin söhbətlərindən eşidən Natasha bugün şəhəri öz gözləri ilə seyr edirdi. Dünən qatardan düşdükdən sonra o, Borislə maşına oturub birbaşa trestə getmiş, buruqların arasında gəzmiş və Bakının məşhur neft ustalarından bir neçəsi ilə görüşüb tanış olmuşdu. Bu yerlər Natasha'ya təsəvvür elədiyindən qat-qat mənalı görünürdü. O, buruqlarda öz-özünə fırlanan dəmir çarxlara, asta-asta qalxıb enən mancanaq dəzgahlarına baxdıqca, onların ahəngdar səsini eşitdikcə valeh olmuş, ürəyində dönə-dönə Adilə təşəkkür etmişdi. Bakı Natasha üçün çox tamaşalı bir şəhər idi. Hələ mehmanxananın pəncərəsi qarşısında dalğalanan Xəzərin sinəsində möhtəşəm qalalar kimi ucalan buruqlar buradan nə gözəl görünürdü. Qara şəhərdəki neftayıran zavodların borularından tüstü çıxır, orada da başqa bir həyat qaynayırdı. Sol tərəfdə bir-birindən gözəl yaşayış binaları cərgə ilə düzülmüşdü. Onlardan çoxu təzə tikildiyindən qar yağış hələ daşlarının rəngini soldurmamışdı. Yeni tikintilər, nəqliyyatın çoxluğu, şəhərin mədəniyyəti Natasha'ya elə Moskvanı xatırlatmışdı. Adilin dediyinə görə Bakının yaxşı kinoteatr binaları, gəzməli parkları və böyük plyajları da var. Qapının cırıltısını eşidən Natasha geri dönəndə Boris içəri girdi. Sabahın xeyir Natashacan, necəsən? Buyurə, gecə elə yatmışam ki, heç nədən xəbərim olmayıb. Mən xeyli vaxt oyaq qalmışam. Boris Natasha'nın əlindən tutub içəri çəkdi. Onunla yanaşı divanda əyləşdi. Dünən gecə ən vacib bir şeyi ikimiz də yaddan çıxarmışıq. Nəyi? Çarpayını. Natasha, bəs biz harda yatacağıq? Qız Borisin qolları arasına yıxılıb güldü. Bunun üçün 500 manat sağ cibimdən ayırıb sol cibimə qoymuşam. Ancaq Natasha, deyə o utanırmış kimi səsini yavaşıtdı. Yorğan döşəyi haqq hesaba salmamışam. Bilirəm, onları evinizdən gətirəcəksən. Natasha da zarafat yana dedi. Onda çarpayını da siyahıdan sil. Atam çoxdan hazırlayıb. Boris 500 manatı sol cibindən çıxarıb yenə sağ cibinə qoydu. Günəşin şəfəqləri pəncərədən içəri düşəndə onlar mehmanxanadan çıxdılar. Natasha trestə, Boris şəhərə, bazarlığa getdi. Rəhman əlində çamadan tövşüyə-tövşüyə həyətə girəndə Mənsurəni qapı ağzında gördü. Qızım, burada nə üçün durmusan? Mənsurə onun sualına sualla cavab verdi. Bəs Adilhanı dayı? Rəhman başını buladı. Qızın 2 həftədən bəri gecə-gündüz yolunu gözlədiyi dayıoğlusu haqqındakı ümidləri yenə boşa çıxdı. O çamadanları yuxarı qaldırmaq üçün Rəhmana kömək etməyi belə unudub, çarhovuzun qırağında oturdu. Dayısının gəlişindən sevinəcəyini gözləyən Mənsurə daha da kədərləndi. Yataq otağında çarpayıda uzanmış Diləfruz, Rəhmanın içəri girəcək ara qapını bağladığını görüb təəccübləndi. Nə olub ay kişi? Deyə heyrətlə soruşdu. Qapını niyə bağladın? Rəhman onun yanında əyləşdi. Əvvəlcə Adilin Bakıya gəlmədiyindən danışdı. Qara cəhənnəmə ki, deyə Diləfruz cavab verdi. Qiyamətə gəlsin. Rəhman istiqraz əhvalatını Diləfruza nağıl edəndə
Arvadı şadlığından ərini qucaqlayıb onun başının daz yerindən öpdü. Mağıl indi ürəyimiz rahat olar. Daha bir parça çörəyimizi qorxa-qorxa yemərik. Həmişə evin bütün sirrini qonum-qonşudan gizlədən Dilafruz bu xəbəri tezliklə hamıya yaymağı ərinə tapşırdı. Birazdan süfrə qırağına toplaşanda arvad Mənsurəyə "Xəbərin varmı? Dayımın zayomu 10 min udub" deyə xəbər verdi. Sonra nə fikirləşdisə, ayağa qalxıb paltar şkafını açdı. Oradan yaşıl bir şadlanka parça çıxarıb Mənsurəyə uzatdı. "Al, bunu da dayım Moskvadan sənin üçün gətirib." Rəhman əvvəlcə arvadının dediklərinə təəccübləndi. Lakin Dilafruzun ona göz vurduğunu görəcək, məsələni anladı. "Götür qızım, Moskvada zayomları yoxlayanda əhd eləmişdim ki, uçsam, hərənizə bir paltarlıq alacağam. Bəxtin gətirdi." "Çox sağ ol dayı." Mənsurə şadlankanı götürüb baxdı. "Payın artıq olsun, Məmmədin toyunda geyək." O azacıq ara verib üzünü Rəhmana tutdu. "Adil necədir?" dedi. "Nə bilim vallahi Adilin işindən fələk də baş açmır" deyə Rəhman girəyləndi. "Dil tökdüm, yalvardım, qulaq asmadı ki, asmadı. Elə bil heç burada evi eşiyi yoxmuş. Yaxşı deyiblər, qarğalar mənimkidir, yumurtası dağlarda." Mənsurə tez-tez dayısı oğlu ilə məktublaşardı. Ancaq nə onu Bakıya çağırmağa cəsarəti çatar, nə də Dilafruzun rəftarı barədə bir söz yazardı. Adilin cavab məktublarını isə qızdan qabaq Dilafruz açıb oxuyardı. Mənsurə bir dəfə bu barədə dayısı oğluna xəbər verdiyindən onun da kağızlarında qeyri-adi heç bir söz olmazdı. O Adildən başqa cür məktublar gözlərdi. Bu da mümkün olmadıqda qız onun özü ilə görüşməyə ruhən böyük ehtiyac hiss edərdi. İndi isə Rəhman yenə Adilin Bakıya gəlmək istəmədiyini deyəndə Mənsurə qırağa çəkildi. Dizinin üstündəki parça yerə düşdü. Qırmızı kirəmidli evdə Dilafruzun təhqiramiz sözlərinə dözməyən Mənsurə bir gün dərsdən çıxanda qızlarla yataqxanaya getmişdi. O axşam xörəksiz qalan Dilafruz bütün acığını ərinin üstünə tökdü. "Bu da sənin təriflədiyin bacın qızı. Saat 11-dir, gəlib çıxmayıb. Kim bilir indi hansı cəhənnəmdə oğlanlarla mazaqlaşır." Rəhmanı da fikir götürmüşdü. O Dilafruzun düşündüyü kimi Mənsurənin bu vaxt küçələrdə gəzəcəyinə inanmırdı. Ancaq qızın qayıtmaması kişini narahat edirdi. Bununla belə indi gedib onu axtarmaq mənasız idi. Bu vaxt texnikumda heç kimi tapmaq olmazdı. Mənsurə səhər də gəlmədi. Rəhman geyinib küçəyə çıxdı, ancaq hara gedəcəyini bilmədi. O, Mənsurənin oxuduğu texnikumu tanımırdı. Nə valideynlər iclasında, nə də müəllimlərin yanında olmuşdu. Rəhman evə qayıtdı. "Lap məəttələm Dilafruz xanım. İndi mən hara gedim?" deyə arvadından kömək istədi. "Bəlkə sən bilərsən, o harda oxuyur?" "Dayı dərdim yox idi. İşimi gücümü buraxıb Mənsurə xanımın oxuduğu texnikumu axtaracaqdım. Mən vaxtlı-vaxtında paltarlarımın primerkasına gedə bilmirəm. Salih müəllimdən soruş, yenə o bilər." Salih müəllim Mənsurənin evə qayıtmadığını hələ Rəhmanın əl-ayağa düşməsindən əvvəl eşidib nigaran qalmışdı. Tez bir maşın tutub kitabxanaçılıq texnikumuna sürdürmüşdü. Mənsurəni tapıb məsələnin nə yerdə olduğunu öyrənəndə heç bir söz deyə bilməmişdi. "Müəllim, mən o evdə dərs hazırlamağa vaxt tapmıram. Dilafruz səhərdən axşamaca məni qulluqçu kimi işlədir. Mən Bakıya başqasının xörəyini bişirməyə, paltarını yumağa, yorğan döşəyini yığmağa gəlməmişəm. Mən oxumaq istəyirəm." Hələ o sevinsin ki, evdən çıxanda ona ağır cavab qaytarmadım, deyə qız şikayətləndi. Müəllim fikirli-fikirli başını bulamışdı. Demək Dilafruz indi də Mənsurəni evdən qaçırdır. Yazıq qız neyləsin? Onu təzədən aparıb Dilafruza tapşırmaq Mənsurəyə pislik etmək deyildimi? "Qızım, indi ki gəlmisən, çalış qayıtma", deyə Salih müəllim bir neçə kəlmə ilə kifayətləndi.
Dilafruz Mənsurənin yataqxanada yaşamaq istədiyini eşitcək, özündən çıxmışdı, lakin sonra təsəlli tapmışdı. Gözüm aydın, heç gəlməsin, getsin, dalınca da bir qaradaş. 2 gün sonra Dilafruz ev işlərinin ağırlığını hiss edəcək, texnikuma yerini öyrənib, əlini Mənsurənin dalınca göndərdi. Mənsurə dayısının xahişinə əməl etmədi. Burada qulağım sakitdir. Heç kəs üzümü danlamır, deyə o Rəhmanı hörmətlə yola saldı. Rəhman evə gəlib əhvalatı Dilafruza deyəndə arvad rahat otura bilmədi. Mənsurəyə hələlik çarpayı da verməmişdilər. O rəfiqəsi ilə bir yerdə yatırdı. Dilafruzu narahat edən Mənsurənin yataqxanada yaşamaq istəməsi deyildi. Birazdan arvad bağa köçmək istəyirdi. Mənsurənin evdə olmaması onun istirahətini poza bilərdi. Evdə qoymağa adam tapmayacaqdı. Bu dəfə Dilafruz özü qızın dalınca getməyə məcbur oldu. O, Mənsurənin yaşadığı otağa girən kimi qızların arasına bir pıçıldaşma düşdü. Nə olub ay qız? Kətdən gəlmirsən, şəhərliləri bəyənmirsən? Niyə hırıldayırsan, deyə Dilafruz onlardan birinə acıqlandı. Bu gəlişdən kədərlənən Mənsurə arvadı görcək ayağa qalxdısa da ona xoş gəldin eləmədi. Qızlardan biri Dilafruz üçün stul qoydu. Arvad oturdu. Sonra yerində o tərəf, bu tərəfə burularaq yataqxanaya kinayəli bir nəzər saldı. Gözü Makarenkanın divardakı şəklinə sataşanda gülümsədi. Çarpayda əyləşib ona baxan qıza müraciətlə "Yəqin atoğun şəklidir vurmusan başının üstündən, maşallah, yaraşıqlı kişidir" dedi. Bu sözə qızlar gülüşdülər. Dilafruz özünü sındırmadı, o da qızlara qoşulub ucadan qəhqəhə çəkdi. "Axı mən nə bilim kimdir" dedi. "Görürəm kişidir, deyirəm əlbət atandır. Adam bəs çarpayısının başından kimin şəklini asar?" "Xudafiz də qızlar", deyə Dilafruz ayağa qalxdı və üzünü Mənsurəyə tutub əlavə etdi. "Bir bayıra çıx, sözüm var sənə." Dilafruzdan şad xəbər eşidəcəyini güman edən qız onun dalınca koridora gəldi. Gözlərini arvadın sifətinə dikib susdu. Dilafruz əlini Mənsurənin çiyninə qoyub sözə başladı. "Səndən incisəm də yenə ürəyim dözmədi. Dedim, doğma dayın oğludur. Bəlkə xətrin istədi. Sən də qabağına getdin." Mənsurə onu sona qədər dinləyə bilmədi. "Adil gəlir", deyə sevincək səsləndi. Dilafruz özünə məxsus etinasızlıqla başını yırğaladı. "Kağız yazıb, deyir bu günlərdə gəlirəm Bakıya." Mənsurə bir anlığa tutduğu işə peşman oldu. Bunu onun gözlərindən oxuyan arvad, "Eybi yoxdur" dedi, "ürəyini sıxma. Get dəftər kitabı yığışdır, gəl evə." Ertəsi günü Mənsurə yenə qırmızı kirəmidli evə qayıtdı. Rəhmanla Dilafruz axşama kimi ona öyüd nəsihət verdilər. Qız Adilin Bakıya gəlməsi barədə deyilən xəbərin yalan olduğunu bilmədiyi üçün sevinir, intizarla dayısı oğlunun yolunu gözləyirdi. 2 gün keçdi, Adil gəlmədi. 3 gün, 4 gün keçdi, yenə gəlmədi. Bir həftə sonra havaların qızdığını görən Dilafruz Məmmədlə Lalıçqanı da götürüb sarayda, dəniz qırağında bəhərini aldıqları bağa köçdü. Rəhman da növbəti səfərə getdi. Mənsurə qəfəsə salınmış quş kimi 4 divar arasında yalqız qaldı. Ancaq Dilafruzla yaşamaqdansa yenə tək qalmaq yaxşı idi. Neçə gün idi ki, axşamlar qaranlıq çökən kimi Mənsurə yerini aynəbənddə salıb uzanır, saatlarla xəyala dalıb yata bilmirdi. O tənhalığa uşaqlıqdan alışmışdı. Atası cəbhədə olan vaxtlarda anası səhərdən axşama dək kolxozda işləyər, evdə balaca Mənsurəni tək qoyardı. Qızı nə dənizin vahiməli gurultusu, nə küləyin vıyıltısı, nə də dəhşətli şimşəklər, yağışlar qorxudardı. Qaş qaralan zaman arabir qapıdakı it hürəndə qız, "Ay kimsən?" deyə elə ucadan soruşardı ki, səsinə qonşu həyətdəki qazlar qaqqıldaşardılar. Lakin indi Mənsurənin ürəyi tənhalıqdan darıxırdı. Axı o zaman müharibə idi.
Başqa çarə yox idi. Elə Mənsurənin evdə qalması da anasına bir köməkdir. Bəs indi kənddən gələndə Bakının bütün kinolarına, teatrlarına, mədəniyyət saraylarına gedəcəyini, muzeylərə tamaşa edəcəyini düşünən Mənsurə bura gələrkən özünə ən yaxın adam Adili bilmişdi. Onunla dostluq eləmək istəmişdi. Ancaq vəziyyət qızın düşündüyü kimi olmamışdı. Bu axşam bürkü olmasına baxmayaraq qız qapı pəncərələri bağladıqdan sonra yerinə uzanmışdı. Mənsurəni fikir götürmüşdü. O gah mütaliə edir, gah balışa dirsəklənir, gah da gələcək həyatı haqqında fikirləşirdi. Dilafruz xanım bağdan qayıdan kimi şeylərimi yığışdırıb yenə yataqxanaya, qızların yanına gedəcəyəm. Qoy laf anam da məndən incisin. Mənsura bu düşüncələrdəykən həyət qapısı döyüldü. Qızın ürəyi yerindən oynadı. Bu kim ola bilərdi? Bəlkə Salih müəllimdir. Yox, o bu vaxt qapını döyməz. Burada Mənsuraya təsəlli verən təkcə müəllim deyildimi? Qız təşviş içində tələsik xalatını geydi. Pəncərənin bir tayını aralayıb başını bayıra çıxartdı. Kimsən? Deyə ehtiyatla soruşdu. Aç, mənəm. Küçədən cavab verən adamın oğlan olduğunu səsindən müəyyən etmək çətin deyildi. Mənsurənin gözləri qaranlıq gətirdi. Bir anda qızın başından müthiş fikirlər keçdi. Onun dizləri titrədi. Görəsən kimdir? Gedib qapını açımmı? Yoxsa əvvəlcə hasarın üstündən Salih müəllimi səsləyim? Bunu ki, o özü mənə tapşırıb. Yox, qoy kişini narahat eləməmiş bir də soruşum. Axı siz kimsiniz? Mənsura nə eşitdisə, bir göz qırpımında yerindən sıçrayıb, ayaqyalın Aynabəndin qapısına cumdu. Cəftəni çəkib pillələrdən yel kimi üz aşağı götürüldü. Xalatının ətəkləri, quş qanadları tək yanlara açıldı. O həyətin qır döşəməsi üzərində ayaqlarını şappıldada yürüb qapını açdı. Nə dediyini özü də bilmədən, qarşısına çıxan oğlanın üstünə tullanıb, onun boynunu qucaqladı. Qırmızı kirəmidli evdən eşitdiyi söhbətlər və baş verən hadisələr Salih müəllimi çox narahat edirdi. O, uzun zamandan bəri qonşuluq elədiyi Rəhmanın Dilafruzun hökmü ilə son illərdə xeyli dəyişdiyini, kişinin pis yola düşdüyünü indi açıq-aşkar görürdü. İndi onun öz ərini başqa işlərə cəlb etdiyinə də şahid idi. Əvvəllər, nə borcuma desəm, arada pis olacağam. O arvadı ki, mən tanıyıram, bir söz eşitsə, sonra dava dalaşından geri baş götürüb şəhərdən çıxam. 20 ildən artıqdır ki, divarın o tərəfində onlar yaşayır, bu tərəfində biz. İndiyə kimi bir təhər yola verməyə çalışmışam, deyə müəllim susurdu. Lakin birinci xəbərdarlıq da nəticəsiz olmuşdu. İndi isə qırmızı kirəmidli evə tez-tez yad adamların girib çıxdığını görən və onların alverlə məşğul olduğunu öyrənən müəllim yenə rahat dura bilmirdi. Bu yaxınlarda Rəhmanın onu çağırıb borc pul istəməsi və evini dəyişdirməyi təklif etməsi müəllimi daha da həyəcanlandırmışdı. O gün Salih müəllim evinə gəldikdən sonra onun narahat olduğunu görən arvadı səbəbini soruşdu. Müəllim məsələni danışdıqdan sonra hirslənib demişdi. Daha bəsdir. Mən bu dəfə onların nə işlə məşğul olduqlarını lazımi yerlərə əməlli başlı xəbər verəcəyəm. Elədikləri az deyil, üstəlik məni axmaq sanırlar, qonşuluqdan köçürmək istəyirlər. Arvad ərini dilə tutub onu bu fikirdən daşındırmışdı. Eləmə, Salih, elə iş tutma. Adildən eyibdir. Yaxşı ki, keçən dəfə bir şey olmadı. Sən ki, ona oğlum deyirsən, sabah gəlsə üzünə necə baxardın? Arvadının sözləri Salih müəllimin hirsini soyutmuşdu. Eybi yoxdur. Adil gələr, mən ona hər şeyi danışaram. O, özü də bu işə bir əncam çəkər. Mənsurənin iş əlindən dərslərini hazırlamağa vaxt tapmadığını da müəllim yaxşı bilirdi. O, bu barədə dönə-dönə qızın öz dilindən eşitmişdi. Əlbəttə, müəllim, mən yataqxanada qalsam, daha yaxşı oxuyaram. Həm vaxtım olar, həm də bu qədər yorulmaram.
Dilafruzdan xəlvəti olan belə söhbətlər bəzən Mənsurəyə böyük təsəlli verərdi. Qız hər dəfə müəllimi görəndə ona dərdini danışmaq istərdi. Adildən sonra Mənsurənin qırmızı kirəmidli evə gəlməsi müəllimi çox düşündürürdü. O burada yaşamağı Mənsurənin gələcəyi üçün təhlükəli sayırdı. Dilafruz ilə bağa köçdüyünü və Rəhmanın Mənsurəni evdə tək qoyub yola çıxdığını bilən müəllim hər gecə Mənsurənin işığı sönməyincə yatmırdı. Qıza həyan olmaq üçün tez-tez artırmaya çıxıb öskürür, oyaq olduğunu bildirirdi. Bu axşam müəllim qonşu qapının döyüldüyünü eşitcək, qalxıb artırmaya çıxmış, gələn adamı əvvəlcə qaranlıqda tanıya bilməmişdi. Lakin sonra Mənsurənin sevincək, qonağın boynuna sarıldığını görəndə ürəyi fərəhlənmişdi. Cavanları utandırmamaq üçün özünü onlara göstərməyib, yavaşca geri qayıtmışdı. Süfrə başında. Həyətdə əncir ağacının kölgəsində döşənmiş əlvan xalı üstündə Dilafruzla Lalıçıqa uzanmışdı. Kiçik süfrənin qırağında qoyulmuş sarı samavar buğlana-buğlana zümzümə edirdi. Ortadakı güllü padnosda yarısı yeyilmiş, isti şorbalıq, qırağından kəsilmiş yumşaq təndir çörəyi və bir nimçə üzüm vardı. Arxası üstə uzanmış Dilafruz sağ qıçını sol qıçının üstünə aşırdığından nazik ipək paltarının ətəyi bir qədər yuxarı qalxmış, ağ kündə dizləri açıqda qalmışdı. Yanaqlarını ovucuları arasına alıb, yastığa dirsəklənib uzanan Lalıçıqanın köynəyinin geniş yaxasından o qədər də nəzəri cəlb etməyən balaca döşləri görünürdü. Qız yalın ayaqlarını cütləyərək gah yuxarı qatlayır, gah da ağ quma çırpırdı. Dilafruzun yuxuladığını zənn edən Lalıçıqa nə barədəsə fikirləşərək bu hərəkətini dayanmadan təkrar edirdi. Ağacın başına dırmaşmış Məmməd isə gücü çatan şaxələri sındırıb yerə tökür, dərdiyi əncirləri anasının sifətinə vurmağa çalışırdı. Ara bir də ağaca qonan quşları hədələyib söyürdü. Nə Dilafruz, nə Lalıçıqa danışırdı. Nahardan sonra hər ikisi süs düşüb qalmışdı. Dilafruz təmiz səmada ağır-ağır axışan ağ, çəhrayı və mavi rəngə çalan buludlara baxsa da düşünmürdü. Lalıçıqa gözlərini gözəl mənzərəli üfüqə, meyvə bağlarına, yaşıllıqlar arasından görünən evlərə, qumsal yollara zilləsə də heç nə görmürdü. Dünyada təbiətin gözəlliyini duymayıb, ondan zövq almayanlar da bədbəxt insanlardır. Günəş qum təpələrinin döşündə ucalan qarağacların arasından yenicə boylanır. Ertədən quyu başında tökülmüş sudan əmələ gələn gölməçələr hələ buxarlanıb qurumamışdı. Bu yerlərdə alabəzək kəpənəklər və çömçə quyruqlar uçuşurlar. Havanın yavaş-yavaş qızdığını hiss edən çiyirtkələr meynələrin arasından o tərəf bu tərəfə atılırlar. Bəzi həyətlərdə yel dəyirmanlarının pərləri yavaş-yavaş fırlanır. Bağların mərzində gah sıra ilə düzülmüş iydə, əncir, nar və püstə ağaclarının arasından, gah da meynəliklərdən keçən əyri-üyrü şehli karvan yolunda hələ kəndə gedən araba çarxlarının izləri durur. Ağacların kölgəsi uzanaraq yolun bu tayından o tayına, bu bağdan o bağa keçir. Xəzri əsdikcə hələ yetişməmiş heyvalar budaqların başını aşağı əyərək yellənir, əncir ağacları pəncə yarpaqları ilə əl çalır, quşlar civildəşir, hardasa uzaqlarda ilbizlər arası kəsilməz, yeksənək səslə oxuyurlar. Ətrafdakı bütün bağlar bir-birindən ya tikan çəpərlə, ya xırda daşlardan hörülmüş alçaq hasarlarla ayrılır. Qonşu bağlar arasında gediş-gəliş çox olduğundan həsarlar aradan sökülmüş və bu evdən o evə ensiz cığırlar salınmışdır. Təzə xal salmış pisraz, qara şanı, kişmiş meynələrinin arası ilə qıvrılan bu cığırlar gah mərzlərin yanında haçalanır, gah da
bağların içindən bir quyu üstündə kəsişirlər. Unudulmaz uşaqlıq illərimlə bağlı olan bu cığırların çoxunu indi ot bassa da onlar mənim xəyalımdan silinməmişdir. Yəqin ki, heç zaman da silinməyəcəkdir. Mənə elə gəlir ki, saç-saqqalım ağaran vaxtlarımda belə Bakı bağlarına getsəm, yenə özümü üstündə qara tut ləkəsi olan dizdən yuxarı gödək tuman, qolsuz köynək geymiş ayaqyalın bir uşaq kimi bu cığırlarla o baş bu başa qaçan görəcəyəm. Mənim qayğısız uşaqlıq illərimin hər baharı bu yerlərdə keçmişdir. Mən ayağıma tikan bata-bata, əlimdə quş atan bu cığırlarla yüyürərək o qədər sərçə, zərd və sığırçın vurmuşam, o qədər çərpələng uçurtmuşam ki, mən bu cığırlarla möcalana o qədər əncir, üzüm və heyva daşımışam ki, bu bağlarda bir-birindən aralı olan alçaq, yöndəmsiz evlərin hamısı mənə doğma və əzizdir. Bu evlərin hərəsində bir uşaqlıq dostum olardı. Mən onlarla narın ağ qum təpələrindəki kölgəliklərdə qurşaq yapışar, kösaldı qaç oynar, kəpənək tutar, ağaclara dırmaşıb aşağı tullanardım. O vaxtlar mən hələ xoruz banından qabaq yerimdən qalxardım. Alaqaranlıqda gözlərimi ovuşdura-ovuşdura evimizin dalından keçən yol qırağına çıxardım. Məni yuxudan eləyən uzaqdan, lap uzaqdan gələn araba çarxının səsi olardı. Səbəbini özüm də bilmədən mən bu səsi o qədər sevərdim ki, qumsal yolla ağır-ağır gələn araba təkərlərinin boğuq səsi indi də qulaqlarımdan getməmişdir. Mən yol qırağında durar, araba uzaqlaşıb gözdən itənə kimi onun dalınca baxardım. Şəhərə əncir, üzüm aparan bu arabaçıların çoxunu tanıdığımdan onlara ədəblə salam verib, sabahın xeyir əmi deyərdim. Onlar da mənə aqibətin xeyir oğlum deyib, atamı soruşardılar. Araba gedər, gecə şehindən islanmış qəhvəyi qum üzərində çaxların dərin izləri qalardı. Bəli, o vaxtdan uzun illər ötsə də, mən hər şeyi bugünkü kimi xatırlayıram. Bakı bağlarının da öz səfası, öz təbiəti, öz gözəlliyi vardı. İndi burada ipək paltarlar, lak çəkmələr giyərək, lələkli şlyapalar qoyan rəfiqələr, Diləfruzla Lalıçqa təbiətin bu füsunkar gözəlliyinə arxa çevirmişlər. Onları hər şeydən çox yenə öz söhbətləri maraqlandırır. Naharı hazırlayıb yeyincə adam laf əldən düşür, deyə Diləfruz gövdəsini Lalıçqaya tərəf çevirərək şikayətləndi. Şəhərdə ev yiyəsiz qalmasaydı, mən Surəni gətirərdim, işlərimizi görərdi. Lalıçqa rəfiqəsinin sözü ilə razılaşmadı. Lazım deyil, zəhləm Mənsurədən gedir. Sən də Diluşa qulluqçu tapdın da, qohumunuz da olsa, o sizin evə layiq deyil. Qohumumuz hardan oldu? Deyə Diləfruz təhqir edilmiş kimi Lalıçqaya baxdı. Allah vurmuşdu onu. Mənim yaxın adamım da, qohumum da sənsən. Arvad yenə onun yarasına toxundu. Lalıçqa böyür üstə çevrildi. Diluşa, yaxın adamın ola bilərəm. Ancaq qız köksünü ötürdü. Qohumun ola bilmədim. Ara yerdə mamamın, əmimin yanında başım aşağı oldu. Belə bilsəydim, məsələni onlara açmazdım. Baş aşağı niyə olursan ay qız? Deyə Diləfruz dikəlib ərklə Lalıçqaya acıqlandı. Səndən gedən nədir ki? Mənim əziz canım üçün. Rəhman bu dəfə Bakıya adilsiz qayıtsın. Onda görsün mən nə eləyirəm. Lalıçqa nimçədəki üzüm salxımından bir girə qoparıb ağzına apardı. Tutaq ki, Rəhman gəldi. Adili də gətirdi. Sonrası ilə sənin işin olmasın. Ölməmişəm. Diləfruz sağ əli ilə sinəsinə vurdu. Sən mənim gəlinimsən, bir kəlmə. Bu sevdanın baş tutmasını indi Diləfruz heç də Lalıçqadan az istəmirdi. Əgər Lalıçqa belə bir ailə ilə qohum olmağı,
asudə yaşamağı arzu eləyirdisə, Dilafruz da özünün və ərinin gələcək həyatının rahatlığını təmin etmək üçün qızın qohumları ilə, ələlxüsus əmisi ilə yaxın olmağı vacib bilirdi. Üstəlik, birazdan universiteti qurtarıb həmişəlik Bakıya gələcək. Adili evdən uzaqlaşdırmaq üçün Dilafruza görə bu ən yaxşı vasitə idi. Yoxsa o istədiyi bir qızı alıb öz evlərinə gətirəcək, arvadın yerini dar edəcəkdi. Dilafruz bu barədə ərinə bir söz deməmişdi. Ancaq bu həqiqətdir. Adil qırmızı kirəmidli evə gələndən sonra yenə onların gününü qaraldacaqdı. Lalıçqanın geniş otaqları vardı. Qız Adili öz evlərinə aparacağına vəd edirdi. Başqa cür də olmazdı. Lalıçqa ər evinə gedəndən sonra onun anası tək qala bilməzdi. Qızım kimə getsə gəlib bizimlə yaşayacaq deyə axırıncı dəfə Dilafruz Lalıçqanın anasına bu barədə eyham vuranda arvad cavab vermişdi. Mən gözümün ağı qarası olan bir balamı özgə evinə qoymaram. Ancaq Dilafruz bu məsələ barədə tərəddüd içində idi. Arvad bir tərəfdən Adilin Lalıçqagildə yaşamağına razılıq verəcəyinə inanmırdısa da, digər tərəfdən keçmiş inciklikdən sonra onun bir daha atası evində qalacağını da ağlına sığışdıra bilmirdi. Lalıçqa isə Dilafruzun ürəyindəkilərdən tamamilə xəbərsizdi. O böyük ümidlərlə Adilin yolunu gözləyirdi. Həyət qapısına çıxan Mənsurə, qayanquşlay, sərçələk, çörək verib dincələk deyən dayısı oğlunu səsindən tanıyınca nə vaxt onun boynuna sarıldığını bilməmişdi. Bibisi qızının gözlənilmədən qarşısına çıxması Adili də az sevindirmədi. Gecədən xeyli keçmişdi. Mənsurə danışmaqdan yorulmurdu. O, bu vaxta kimi ürəyində saxladığı bütün sözləri Adilə deyib qurtarmamış, gözlərini yummaq istəmirdi. Kəndlərindən Bakıya gələrkən yolda gördüklərindən, texnikuma qəbul edildiyindən, şəhər qızları ilə tanış olduğundan söhbət edirdi. Ertədən Mənsurənin hazırladığı yorğan döşəyin üstünə uzanıb, balışa dirsəklənmiş Adil, xörəkdən sonra süfrəyə qoyulmuş çayı unudaraq, gah bibisi qızına qulaq asır, gah da onun nə danışdığını eşitmədən Ceyran haqqında düşünürdü. Əgər Moskvada atasının dedikləri doğru olsaydı, günü sabah Adil 3 il bundan qabaq itirdiyi məhəbbətini tapacaqdı. Adam nə iş tutduğunu bir yaxşı fikirləşər. Dil verdiyi qızın gözünü yolda qoymaz. Adili Bakıya gətirən ancaq Rəhmanın bu sözləri olmuşdu. Sağ ol Ceyran, sən mən düşündüyümdən də vəfalısan deyən Adilin ürəyində yenidən məhəbbət alovu şöhlələnirdi. Sən məni utandırdın. İndi Adil Ceyrana yazdığı məktublara cavab almadığı üçün qızı bağışlayırdı. Bəlkə Ceyran o kağızların Adildən gəldiyini heç başa düşməmişdi. Axı Adil göndərdiyi üstörtülü məktubların heç birində öz adını yazmamışdı. O belə etsəydi, Ceyranı ata-anasının yanında xəcalətli qoyardı. Bəlkə də Ceyran Moskvadan Adilə adlı bir rəfiqəsindən gələn o qəribə kağızların Adildən olduğunu bilmədiyindən, oradakı sözlərin əsl mənasını duymamış və cavab yazmağı da yersiz hesab etmişdi. Ancaq hər halda o özünü məndən sədaqətli göstərdi, deyə Adil bibisi qızını dinləsə də, Ceyran haqqındakı fikirlərindən ayrıla bilmirdi. Gör yazıq qız məni Moskvadan çağıtdırmaq üçün atama xəbər çatdırınca nələr çəkib. Yox, mən onun barəsində çox haqsızlıq eləmişəm. Ceyranın üzünə baxa bilməyəcəyəm. Mənsurənin sözünü yarımçıq kəsməsi Adili xəyaldan ayırdı. Hə, nə oldu, dedi, niyə sustun? Qızın səsindən bir şikayət duyuldu. Sən nə yaman dəyişmisən, ay Adil? Fikrim bilmirəm hardadır, heç mənə qulaq asmırsan. Yox, Mənsurə, söhbəti elə fikrim səndədir. Qızın ürəyini almaq məqsədi ilə Adil ona bir sual verməli oldu. Sən heç Dilafruzla aranızda olan əhvalatlardan danışmırsan, hə?
Məktublarında da bir şey yazmırdın. Mənsura bu gözlənilməz sualdan şübhələndi. Yoxsa dayım bu barədə sənə bir söz deyib? Dayım deməyib, ancaq mən öyrənmək istəyirəm. Dilafruzdan şikayət üçün həmişə Adili arzulayan Mənsura bugün olub keçənləri bir daha yada salmağı, qan qaraltmağı yersiz hesab edib fikrini dəyişdi. Ögey də olsa anasıdır. Qoy Adilin ürəyinə bir şey gəlməsin. Aramızda nə ola bilər ki? Deyə Mənsura özünə ələ alıb dayısı oğluna cavab verdi. Mən kiminlə olsa yola gedərəm. Bir də Dilafruz xanımın keyfi kök, damağı çax. Qız azacıq susub əlavə etdi. Yəqin Rəhman dayım sənə Moskvada demiş olar. Nəyi? Bilmirsən? Dayımın zayomu 10.000 manat udub. 10.000? deyə Adil soruşdu. Bu haçan olub? Keçən dəfə. Moskvaya gedəndə pullarını da alıb. Mənə də bir şadlanka paltarlıq gətirib. Adil eşitdiyi xəbərdən o qədər də sevinmədi. Səndə təzə söhbətlər var Mənsurə, deyə o qızın Ceyran haqqında da bir şey söyləyəcəyini güman etdi. Danış görək daha nə var? Adil yuxusunu qovmaq üçün Mənsurənin dəmlədiyi çaydan bir qurtum içib stəkanın əlbəkiyə qoydu. Bunu görən qız tez əlini qabağa uzatdı. Yəqin soyuyub, qoy təzəliyim. Yox, çox sağ ol. Mənsura, içmək istəmirəm, sözünü danış. Daha nə danışım? Mən qurtardım. Biraz da sən də görək o yanlarda nə var? Bugün növbə səninkidir. Mən sabah danışacağam. Adil Ceyran haqqında soruşmaq istədi, ancaq utandı. Mənsura ilə belə söhbətlər etmədiyi üçün ona üstörtülü bir sual verdi. Mən Moskvaya gedəndən sonra yoldaşlarımdan, tanışlarımdan bizə kim gəlib? Qız dodağını büzdü. Sən gedəndən sonra bura adam çox gəlib, ancaq heç birini tanımıram. Bir də onlar sənin yoldaşların ola bilməz. Hamısı yekə-yekə arvadlar, kişilər. Adil gözlərini xalça üstündə onunla üzbəüz əyləşmiş Mənsurədən ayırmırdı. Mənsurənin görkəmində, danışığında, hərəkətlərində uşaqlıq əlamətləri hələ də qalırdı. Doğrudur, bu illər ərzində qız xeyli böyümüş, ətə cana dolmuşdu. Mənsura artıq kətdə qaranquş yuvasına çörək aparan vaxtlarda olduğu kimi cılız bir qız deyildi. Adil, bibisi qızının danışıq və hərəkətlərində nədənsə Ceyranın bəzi xüsusiyyətlərini görürdü. Mənsurənin səsi də Ceyranınki kimi məlahətli idi. Danışanda onun da səsində incə titrəyiş duyulurdu. Mənsurənin çevikliyi də Ceyranı xatırladırdı. Bəlkə belə oxşayışlar bu yaşda olan qızların çoxunda vardır. Mənsura qalxıb süfrəni yığışdırmağa başladı. O, stəkan nəlbəkini mətbəxə aparıb qaydanda Adilin gözləri yumulmuşdu. Qız ehmalca Adilin corablarını çıxarıb, stulun başından asdığı paltarlarını götürdü, işığı söndürdü və ehtiyatla evə keçdi. Yavaş-yavaş dan yeri sökülürdü. Hava işıqlaşırdı. Adil tələsik addımlarla, ürəyi döyünə-döyünə Ceyrangilin pilləkənlərini qalxıb qapını döydü. Dayanıb həyəcan içərisində qızı gözlədi. Səsə Ceyranın anası çıxdı. Adil bu qadını birinci dəfə görürdü. Onun ortadan yanlara ayrılmış gümüşü saçları, qızınınki kimi nazik qaşları və qara gözləri vardı. Kimi istəyirsən, bala? deyə arvad soruşdu. Mənə Ceyran lazımdır, ana. Zəhmət olmasa onu çağırın. Qadın geri döndü və birazdan sonra Ceyran yüyürə-yüyürə qapıya çıxdı. O bugün də ağappaq geyinmişdi. Sanki qız Adilin gələcəyini duyduğundan bu paltarın, bu çəkmələrin ona çox yaraşdığını bildiyi üçün belə etmişdi. Ceyran əsla dəyişməmişdi. Eyni ilə 3 il bundan qabaqki Ceyran idi. Xalı da əvvəlki kimi ağ yanağında qaralırdı. Düşüncəli və ağıllı gözləri yenə dağ çeşməsi kimi qaynayır, qızıl gül qönçəsi təki zərif, qırmızı dodaqlarında yenə təbəssüm gəzirdi. İçəri gəl, deyə Ceyran Adili evə dəvət etdi.
Yox Ceyran, səninlə ikilikdə danışılası sözüm var. Bayıra çıxaq. Daha nə sözün olacaq ki, deyə qız qapını örtüb, könülsüz halda Adillə yanaşı pillələri enməyə başladı. Ceyranın nə üçün soyuq danışmasının səbəbini bilən Adil, yəqin ki, Moskvaya gedəndən sonra az məktub yazdığıma görə narazısan Ceyran, dedi. Mən səndən məktub almamışam, yalan danışma. Bu nə sözdür Ceyran? Sən mənə yalançı deyirsən? Bəli, yalançısan. Məni şirin sözlərlə aldatdın. Sən mənim məhəbbətimə layiq deyilsən. Mən Adil adında adam tanımıram. Tanımaq da istəmirəm. Mən səninlə heç yana getməyəcəyəm. Ceyran dayandı. Adildən üz döndərib hönkür-hönkür ağlamağa başladı. Onun göz yaşları yanaqlarını islatdı. Adil yaxına gəlib onun könlünü almaq istədi. Ağlama Ceyran. Birdən-birə niyə halın dəyişdi? Sən ki belə deyildin. Sən də belə deyildin. Qız göz yaşları içində boğula-boğula cavab verdi. Vaxtilə mənimlə dəniz seyrinə çıxanda doğruluqdan, dostluqdan, sədaqətdən dəm vururdum. Hüquqşünas olacağam, həqiqətin keşiyində duracağam deyirdin. Hanı? Nə oldu? Günahsız bir qızın təmiz məhəbbətini ayaqların altında tapdalayan sən deyilsənmi? Bəs sənə bu işin cəzasını kim verəcək? Niyə susursan? Deməyə söz tapmırsan? Axı nə deyəsən? Yenə susmağın məsləhətdir. Ceyran ara vermədən danışır, göz yaşları yanaqları aşağı axaraq yaxasını isladırdı. Heç utanırsanmı? Mən ömrümdə kimsəyə könül vermədim. Təkcə sənə inandım. Sən də belə çıxdın. Bu idi sənin sədaqətin. Get, bir daha gözüm səni görməsin. Ceyran çılğın bir hərəkətlə geri döndü. Adilin nəzərində hər şey qaraldı, ancaq Ceyranın tuflilərinin səsini eşitdi. Adil gözlərini açdı. Əlində samavar olduğundan Aynabəndin qapısını ayağı ilə örtən Mənsurə səsə dayısı oğlunun ayıldığını görüb dayandı. Bağışla Adil dedi, səni yuxudan elədim. Yaxşı oldu ki, oyandım Mənsurə, çox pis yuxu görürdüm. Mənsurə semavarı yerə qoyub ona yaxınlaşdı. Nə görürdün, danışsana. Mən yuxuya inanmadığım üçün ona məna da vermirəm. Köhnə dostlarımdan birini görürdüm. Heç mən də inanmıram, deyə qız semavarı götürüb mətbəxə apardı. Adili tər basmışdı. Yastıqda, köynəyi də su içində idi. Yuxunun təsirindən ürəyi hələ də çırpınırdı. O şalvarını geyib qalxdı. Əl üzünü yudu. Axşamdan çarpayının başına atdığı köynəyini görməyib, Mənsurəni səslədi. Mənim paltarlarımı hara yığışdırmısan ay qız? Mənsurə tez evə keçdi. Adilin yuyulub ütülənmiş köynəyini, cib dəsmalını və corablarını gətirib ona verdi. Adil əyilib şalvarına baxanda onu da ütülənmiş görüb gülümsədi. Ay sağ ol bibi qızı, bu nə zəhmətdir. Mənsurə xoşdur, dedi və qızardı. Utanıb başını aşağı saldı. Sustu. Dəyərli izləyicilər, Salam Qədirzadənin Qış Gecəsi romanının davamını dinləmək istəyirsinizsə, kanalımı izləyin, abunə olmağı yaddan çıxarmayın.